gün mətbəximin öncə və sonrasını, təmir prosesində baş verənləri sizinlə bölüşürəm. Artıq 2 il idi ki, mətbəximi yeniləmək üçün qram-qram pulumu yığırdım ki, öz əlim, öz əməlim istədiyim kimi edə bilim. İstədiyim retro, sadə və şık mətbəxi isə sadəcə Mətbəx Azda görmüşdüm. Ona görə də seçimim onlar oldu. Təmirə ilk başladığımız gündən artıq əməkdaşlar bizə yaxınlaşıb ölçüləri və gördüyünüz kimi 3D Max'da dizaynı yığdılar. Onları yola salandan sonra isə başladıq söküb tökməyə. Burada isə bütün dünyanın acılını sanki bu yazıq arkadan çıxırdı. Burada daha çırpma çaldım ki, evin təmiri bir göz qırpımında dəyişə olmadı ki, olmadı. Mətbəxin yerindəki əyriliklər düzəldikdən sonra mənim bu sevimli kərpic dizaynım başladı və bir neçə gün sonra mətbəximin bu görüntüsünü mənə əməkdaşlar yolladılar. Çox xoşum gəlmişdi. İlk dəfə idi ki, belə bir şey görürdüm. Bu kərpic dizayna görə də bir çox söz eşitdim, lakin sonda nəticə o qədər ürəyimcə oldu ki, izləyicilərim də çox bəyənməyə başladı. Təmirin yekununda Mətbəx Az gəlib son dəfədə ölçü götürdü və başlandı istehsal prosesi. Bu mərhələdə tozlardan canımın dincələcəyinə o qədər sevinirdim ki, sildim, süpürdüm, təmizlədim. Dəzgah seçimi üçünsə heç düşünmədən Koreyan Bakuya yollanıb İtaliya istehsalı olan Infiniti'yə məxsus travertin daşını seçdim. Çünki dediklərinə görə cızılmır, yanmır və gigiyenikdir. Və bir də onda gördük ki, Mətbəx ailəsi artıq bizə gəlib mebelimi qurur. İlk görüşdən də mətbəxin səthi, rəngi, boyası o qədər gözəl və keyfiyyətli idi ki, vuruldum da bir sözlə. Mətbəxin boyası İtaliyanın Renne şirkətinə, bütün mexanizmləri isə Almaniyanın Hettich markasına aiddir. Quraşdırılma bitən kimi Koreyan ailəsi gəlib dəzgahında ölçülərini götürüb istehsala başladılar. Burada da bizimkilərin ilkin təsiratlarını alırdım. Sonra da başladıq bacımla bir yerdə təmizlik işlərinə. İş görə də bütün arzusunda olanlar üçün ürəkdən dua edirdim. Bir həftə keçmədi ki, Koreyan Baku artıq dəzgahımı gətirdi və montaj etməyə başladılar. O qədər zəhmətli işlərdi ki, bütün əməkdaşlara, istər Mətbəx Az, istər Koreyan Baku ailəsinə sonsuz minnətdarlığımı bildirirəm. Son toxunuşlarda edildikdən sonra milli qoruma metodumuz üzərlik yandırıldı. Və məni tutmaq olar, başlayıram tör-töküntünü yığışdırıb təmizləyib. Ən nəhayət bəzəyib, düzəyib mətbəximi çəkilişlərim üçün hazır elədim. Bu öncəsi, bu da sonrası. Vəssalam, bu qədər mətbəximiz bitdi. Geriyə salon qaldı. Onu da yaxın vaxtda tamamlayıb sizinlə bölüşəcəm. Əməyi keçən hər kəsə sonsuz təşəkkürlər.